Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. Deməli, bir nəfər şəxsdir sual verir ki, mən xəstəyəm, ayaq üstə namaz qılmağa həkim icazə vermir, oturaqlı namaz qılıram. Vacib namazlarımı da, qəzalarımı da. Mənim namazım batil deyil ki. Xeyr, batil deyil. Əgər bir adam həqiqətən də ayaq üstə dayana bilmirsə, oturan halda namaz qılacaq, səcdəni adı qaydada eləyəcək, rükuya da yarımçıq əyiləcək və bunu ilə də namazlarını davam eləyəcək. Nə vaxtsa imkan düşdü, ayaq üstə dayana bildisə, ayaq üstə dayanıb namazlarını qılacaq. Deməli, növbəti bir sual, qusulanandan sonra nəcis gəlir və nəcisdən sonra damcısı bədənimə dəysə, qusulum pozulurmu? Ümumiyyətlə, dəstəmazı batil eləyən şeylər qusulu da batil eləyir. Bir adam qusul aldısa, qusuldan sonra ondan deməli nəcis gəlirsə, nəcis bir neçə cürdür. Bir var ki, məsələn, qan çıxıb, qanın çıxması qusulu və yaxud da dəstəmazı batil eləmir. Söhbət təharət almaqdan gedir. Yəni, bir insan təharət aldısa, ayaq yoluna getdisə, orada təharət aldısa, yəni bu zaman onun dəstəmazı və yaxud da qusulu batil olur. Yəni, ondan bövül və yaxud da qaid xaric olanda onun dəstəmaz və bir də boynuna qusul gəlsə, onun dəstəmazı və yaxud da qusulu batil olur. Amma qanın çıxması dəstəmazı və yaxud da qusulu batil eləmir. Hər halda nəcis şey nəcisdir və onu paklamaq lazımdır. Bürclərə inanmaq, bəzən onlar haqqında proqnozları dinləmək günahdır. Ümumiyyətlə, dinimizdə bürclərə inanmaq, onlara etiqad bəsləmək yanlış bir fikirdir. Dinimizdə bu var ki, Allaha inan və Allaha sığınmaq, Allaha təvəkkül etmək. Yəni, insanlar bəzən Allah kimi insana yaxın olan, hər şeyə qadir olan, hər bir şeyin sahibi olan Allaha inanmır, Allaha sığınmır. Amma gedir bürcə inanır, hansısa bir proqnoza inanır. Bunlar hamısı dinimizdə yanlış fikirlərdir ki, insanları əsl Tanrıdan, əsl güc və qüdrət mənbəyindən uzaqlaşdırıb başqa istiqamətlərə yönəltsinlər. Ona görə də Allaha inan və Allaha etiqad lazımdır. Dinimiz də bunu bəyan edir. Növbəti bir sual, deməli, Ramin Allahverdiyev bu sualı verir ki, namaz qılarkən uşaq möhrü alıb yeyir, alıb başqa tərəfə götürür. Bu səbəbdən möhrü əldə saxlayaraq namaz qılmaq olar. Bəli, heç bir eybi yoxdur. Səcdiyə gedəndə möhrü qoyacaqsınız və səcdədən də qalxanda ayaq üstə möhrü əlinizdə götürəcəksiniz. Bunun heç bir eybi yoxdur. Hicablı xanımların qadın toyunda rəqs etməsi dində necə qiymətləndirilir? Xeyr, haramdır. Ümumiyyətlə, rəqs qadına və kişiyə haram sayılır, olmaz. Yalnız xanım öz həyat yoldaşı üçün rəqs edə bilər. O da mahnısız, yəni haram musiqi olmadan buna icazə verilir. Amma qalan rəqslər ümumiyyətlə qadının yanında, kişinin yanında fərqi yoxdur. Rəqs ümumiyyətlə dinimizdə haram sayılır. Deməli, bir nəfər var, Aynur Hüseynova bu sualı verir ki, 6 aydır yoldaşından ayrılmışdı, indi barışıblar, onlar kəbinləri pozulur, yoxsa yox. Sadəcə bir neçə müddət və yaxud da bir neçə ay və yaxud da il ayrı yaşamaq kəbinin pozulmasına səbəb olmur. Əgər bunlar ayrılanda kəbinə təlaq oxutdurublarsa, yəni boşanmaq üçün oxutdurulan cümlələrin adına təlaq deyirlər. Yəni təlaq oxunubsa, təlaq oxunmaqla kəbin pozular. O da 3 ay iddə vaxtı keçəndən sonra, yəni təlaq oxunan gündən sonra qadın 3 ay iddə saxlayır. 3 ay iddə müddətində əgər bunlar barışmaq istəsələr, barışa bilərlər. Əlbəttə, onun da müəyyən şərtləri var da, mən o şərtlərə keçmirəm. Hər halda 3 ay müddətində o şərtlər varsa, barışa bilərlər. Kəbin təzədən oxutdurmağa ehtiyac yoxdur. Amma yox, 3 ay keçdisə, 3 ay keçəndən sonra kəbin tamamilə qüvvədən düşür və bunlar bir-birlərinə tam naməhrəm olurlar. Əgər istəsələr yenidən barışsınlar, gərək kəbin kəsdirsinlər. Amma 3 ay müddətində iddə çıxmamış barışmaq istəsələr, kəbinsiz barışa bilərlər. Hər halda bu sualda da, yəni mən əlavə məlumatlar verdim. Bu sualda xanım soruşur ki, bir nəfər 6 aydır yoldaşından ayrılıb. Mən elə başa düşürəm ki, yəni sadəcə ayrılıb, amma təlaq oxunmayıb. Təlaq oxunanda kəbin pozulur. Təlaq oxunmasa, sırf ayrılıq kəbinin pozulmasına səbəb olmaz. Bəli, bunlar yenidən barışıb yaşamaq istəsələr, yaşaya bilərlər.
Növbəti bir sual, yəni xanımlar var ki, qadın məclisləri aparırlar, dini mərasimləri idarə edirlər və xəstə olurlar. Xəstə olduqları vaxt, yəni qadın xəstəliyindən söhbət gedir. Məclislərdə Quran, Yasin oxuya bilərmi? Şəxs bu sualı verir ki, ümumiyyətlə qadının boynunda xəstəlik, heyz qusulu varsa, o qadın 7 ayədən artıq oxuması məkruhdur, bəyənilmir. Qurana toxunması, daha doğrusu xəttinə, Quranın yazılarına, xəttinə toxunması haramdır. Amma Qurandan açıb, yəni toxunmadan haşiyələrinə toxunmaq şərti ilə açıb sadəcə Quran oxumaq, o da 7 ayəyə qədər məkruh deyil. 7 ayədən artıq oxumaq artıq məkruh sayılır. Məkruh da odur ki, yəni günahı yoxdur, bəyənilmir. Amma birdən, məsələn, 7 ayədən də artıq oxusa, onun da bir günahı yoxdur. Əsas odur ki, haram deyil. Haram olan Quranın yazısına, xəttinə əl vurmaqdır. Pul müqabilində Quran oxumaq olarmı? Fərid Hacıyev bu sualı verir ki, mən mükəmməl olmasa da Quran oxumaq bacarıram. Yaxın qohumlar rəhmətə gedənlər üçün pulla xətm elətdirmək istəyirlər. Bunun heç bir eybi yoxdur. Və Quran-ı Kərimi də çalışın düz oxuyun və düz oxuduğunuz təqdirdə əgər biri sizə öz rəhmətə gedənləri üçün Quran oxutturmaq istəyirsə və sizi vəkil eləyirsə bu işə, siz də onun ölənləri üçün hansısa bir surə və yaxud da Quran oxuyursunuzsa və vaxtınızı ayırırsınızsa, bunun müqabilində sizə o pul verirsə, o pulun da heç bir eybi yoxdur və oradan qazandığınız savabı siz hədiyyə eləyirsiniz həmin o şəxsin ölənlərinin ruhuna. Yəni burada haram bir şey, günah bir şey nəzərə çarpmır. Növbəti bir sual, İmam Əli əleyhissalam 11 övladı vardır deyilir. Həsən, Hüseyn, Zeynəb, Əbəlfəzağa, bunlardan əlavə o biri övladlarının da adı nə idi? Adətən Əli əleyhissalamın 11 övladı deyiləndə 11 məsum imam nəzərdə tutulur. Yəni el arasındakı belə bir söz deyirlər və yaxud da moizələrdə, xütbələrdə belə bir sözlərdən istifadə olunur ki, Əli əleyhissalamın 11 övladı. Adətən 11 imam nəzərdə tutulur ki, ikisi onun birbaşa övladı sayılır, qalan da nəvələri sayılır. Elə bu, Əli əleyhissalamın övladları deməkdir həm də. Amma əgər xüsusi ağanın öz övladlarından gedirsə söhbət, burada xanım Fatimə-i Zəhra salamullahi əleyhadan Həzrət Əli əleyhissalamın övladları olub Zeynəb, Ümmü Külsüm, Həsən, Hüseyn 4 övladı olub. 5-ci övlad da ki, Həzrəti Fatimə-i Zəhra salamullahi əleyhanın bətnində ikən o müsibət gördüyü zaman düşür ki, adı da Möhsün olub. Deməli, amma başqa qadınlardan da, məsələn, Həzrət Əbəlfəzağa 4 qardaş olub. Ümmülbənin ki, anaları olub. Əsl adı onun da Fatimə olub. Ümmülbənin oğullar anası 4 övlad dünyaya gətirib. Oğlan uşağı 4-ü də Kərbəlada şəhid olub. Əbəlfəzağanın 3 qardaşı da, yəni ağa ilə bir yerdə 4 övlad. Deməli, bir Məhəmməd Hənəfiyyə adında övladı olub, yəni çox övladları olub. Amma 11 övlad deyiləndə adətən 11 məsum imam nəzərdə tutulur. Növbəti bir sual, İxlas surəsinin iş görə İxlas surəsini, Fəridə Hüseynova bu sualı verir ki, iş görə İxlas surəsinin və ya əsmalardan, əsma, yəni Allahın adları nəzərdə tutulur. Yəqin ki, yazan da, bu sualı verən də onu nəzərdə tutur. Əsmalardan zikr eləmək olar, ya yoxsa oturub üzü qibləyə etməliyik. Məsəl üçün, iş görə gündə 200-300 İxlas surəsi zikr edirəm. Bəli, bunun heç bir eybi yoxdur. Vacib deyil ki, üzü qibləyə oturasınız, zikr eləyəsiniz. Zikri hər halda eləmək olar. Növbəti bir sual, Qalu Bəla haqqında Ərəf surəsi ayə 172. O zaman sənin Rəbbin Adəm övladlarından, onların bellərindən övladlarını çıxartdı və onları özlərinə şahid tutduq ki, mən sizin Rəbbiniz deyiləmmi? Onların hamısı bəli, şəhadət verdik dedilər. Bu haqda deməli sual verən yazır ki,
təfsir verərdiniz qısa olsa. Təşəkkür edirik. Allah razı olsun suala görə. Bəli, buna zərr aləmi deyirlər. Yəni insan bu dünyaya gəlməmişdən qabaq zərr aləmində, yəni kiçik bir zərrə qədər varlıq olduğu halda, yəni insan bu təbiət dünyasına gəlib və təbiət dünyasında cismani yaşayır, həm ruhani, həm cismani. Həm bədən şəklində, həm də ruh şəklində. Amma insan bu dünyaya cismani gəlməmişdən qabaq ruhən Allah yanında bir aləmdə var idi. Və Allah Teala həmin bu insanın zərrəsinə sual verir ki, mən sizin Rəbbiniz deyiləmmi? Onlar da deyirlər ki, bəli. Yəni biz bu dünyaya gəlməmişdən qabaq Allah yanında olanda, çünki məsələn bir insan dünyadan gedirsə, onun barəsində Quran-ı Kərimdə ayə də var. Hətta buyururlar ki, inna lillah və inna ileyhi raciun deyin. Yəni biz Allahdan gəlmişik, Allaha sarı da qayıdacağıq. Bu bir ayədir. Ölən zaman insan adətən bu ayədən istifadə edirlər. İnna lillah və inna ileyhi raciun. Biz Allahdan gəlmişik, Allaha sarı qayıdacağıq. Yəni ölən insan Allaha sarı qayıdır. Bu dünyaya gəlməmişdən də hər bir insan Allahın yanında idi. Bir çox təfsir ustadları, məsələn, Ayətullah Cavadiyə Amili qeyd edir bu surənin təfsirində, izahında ki, bəli, insanın fitrəti deyilən bir anlayış var. Həmin o qalu, bəla və yaxud da zərr aləmi, o ayrıca bir aləm olmuyor. O həmin o fitrət aləmidir ki, insan bu dünyaya gəlməmişdən qabaq da o aləm var idi, fitrət aləmi. İnsan bu dünyaya gələndən sonra da, yəni hər bir insanın ruhunun dərinliyində, fitrətində, fitrət insanın ruhunun formasına, daxili aləminin, başqa sözlə desək, daxili aləminin formasına, düzəninə deyirlər. Ki, yəni insan o fitrət aləmi ilə Allaha etiqadı var, Allaha inanır və imanı var. İnsan bu dünyaya gəlməmişdən qabaq, bir daha təkrar edirəm, Allah yanında, o fitrət aləmində, bəli, Allahla əhd-i peyman bağlayıb, Allahın Allahlığına şahidlik edib və bu dünyaya gəlib. Və bu sadəcə bu dünyada yaşayarkən həmin o unutqandır insan. Bəzən də insan ona görə deyirlər ki, unudur, çünki nəsiyə sözündəndir. Bəzi alimlər belə qeyd edirlər ki, unutqandır və insan bunları unudur. Amma çətinlik zamanında, insan hər tərəfdən qapılar üzünə bağlanan zamanında, müsibət zamanında görürsən ki, o ruhun səsi içərdən qalxır, bir tanrının, bir yaradanın olduğuna insanı dəvət edir, insanı çəkir və insan başa düşür ki, bəli, bir güc sahibi var ki, fövqəl bəşər, fövqəl qüdrət, ki, Quran-ı Kərimdə də var, yadullah fəvqə eydihim, Allahın qüdrəti bütün qüdrətlərdən, bütün qüdrətlərin fövqündədir. İnsan bir fövqəl qüdrətə inanır, başa düşür ki, bəli, belə bir varlıq var. Həmin o fitrət, o zərr aləmi, həmin o Əraf 172-nin dediyi aləm, bəzi alimlər buna işarə edirlər. Mən bilmək istəyirəm ki, Ümid Seyidov sual verir ki, Həzrət İmam Əli əleyhissalam özü Əbu Bəkir xəlifə seçildiyi vaxt Qədirxum hadisəsini dəlil gətirirmi? Bəli, Əl-Qədir kitabında mərhum Əllamə Əmini Ağa bunun barəsində neçə dəlillər gətirir. Böyük alimlərin, keçmiş alimlərin mənbələrindən ki, Əli əleyhissalam Qədirxum hadisəsini dəlil gətirir. Həmin Peyğəmbərin vəfatından sonra o dövrün səhabələrinə, o dövrün insanlarına ki, Əli əleyhissalamı Həzrət Peyğəmbər öz yerində mövla təyin edir. Hətta Həzrət Fatimə-i Zəhra salamullahi əleyha dəlil gətirir. Hətta Həzrət Əli əleyhissalam elə bir vaxtda dəlil gətirir ki, deyir ki, kim Qədirxum hadisəsində var idi, qalxsın ayağa və orada çoxları qalxır, bəziləri qalxmır. Əli əleyhissalam o qalxmayanlara nifrin edir. Sonra onlar Həzrət Əli əleyhissalamın nifrinə tuş gəlirlər. Ənəs ibn Maliki Peyğəmbərin sahabəsini misal gətirmək olar ki, Qədirxum hadisəsinə Əli əleyhissalam dəlil gətirəndə ki, şahidlər qalxsın ayağa, şahidlik eləsinlər ki, bəli, Həzrət Peyğəmbər Qədirxumda Həzrət Əli əleyhissalam haqqında bu sözü buyurub ki, mən kimin mövlasıyamsa, Əli əleyhissalam onun mövlasıdır. Yəni, burada Həzrətən bu Qədirxum hadisəsində şahidlik eləyənlər də olub, vaxtı ilə şahidi olub, hal-hazırda şahidlik eləməyənlər də olub ki, Əli əleyhissalam onlara dediyim kimi hətta nifrin eləyib. Bəli, Həzrət Fatimə-i Zəhra salamullahi əleyhanın özü də Qədirxum hadisəsini dəfələrlə o zamanın cəmaatına, Mədinə cəmaatına dəlil kimi gətirib.
Növbəti bir sual İmam Hüseyn əleyhissalamın neçə övladı olub? İmam Zeynəl Abidin, Əli Əsğər, Əli Əkbər, Rüqəyyə, Səkinə, bunlardan əlavə olunmu övladları? Fatimə-i Suğra adında da, yəni kiçik Fatimə adında da Həzrətin bir övladı olub, bəli. Növbəti bir sual, ərəb dilini internet üzərindən öyrənmək üçün məsləhət bildiyiniz müəllim varmı? Xeyr, elə bir müəllim tanımıram. İnşallah varsa müraciət edib öyrənə bilərsiniz. Zəhmət olmasa zəkatlar haqqında məlumat verin. Bir də evdar qadın zəkat verməlidir. Zəkat bir neçə cür var. Məsələn, sədəqə adı ilə zəkat var ki, müstəhəbbi zəkata deyirlər. Həmin o sədəqə, yəni insanın vaxtaşırı müəyyən bir miqdar pul ayırıb yetimə, fəqirə, kasıba verdiyi pula deyirlər. Sonra fitrə zəkatı var. Fitrə zəkatı orucluqda Ramazan bayramı axşamında çıxartılan zəkatın adına deyirlər. Ümumiyyətlə insanın mal-qarasına, taxılına, əkin-biçininə gələn, ildə bir dəfə gələn o dini verginin adına zəkat deyirlər. Ki, yəni bu haqda ətraflı məlumat əldə eləmək istəyirsinizsə, yaxşı olar ki, risalələri oxuyun, risalələrdən ətraflı məlumat əldə eləyə biləcəksiniz. Əgər bir qadının yoldaşı kobudluq edirsə, qəlbini qırırsa, qadın nə etməlidir? Hər halda səbr, ailədə səbr böyük bir dəyərdir qadın üçün və hətta həmin qadına böyük əcr də Allah Taala vəd eləyir. Və səbirdən başqa, məsələn, ona məntiqli şəkildə izah eləməsi ki, bu kobud rəftar, məsələn, mən sənin deməli, kobud rəftarıva səbr elədim, dözdüm, Allaha xatir, ailəmizə xatir. Amma sən bu kobud rəftarınla axı Allahın qəzəbinə tuş gəlmiş olursan. Yəni, bir növ ona moizə, nəsihət xarakterli sözlər deməsi ki, onu çəkindirsin ki, o işindən, həmin o kobud rəftarından. Ki, mən sənin kobud rəftarıva dözdüm, səbr elədim, amma sən niyə kobud rəftarından əl çəkmirsən, məsələn? Bax, bu cür sözlərlə, bu cür mövzularla onu o rəftarından çəkindirməsi çox yaxşı olar. Və bir də ki, nəyə görə kobud rəftarı eləyir? Ola bilər ki, qadının da müəyyən nöqsanlı cəhətləri var. O cəhətləri baxsın özünə, yığışdırsın və hətta onu dediyim vaxt, moizə nəsihət etdiyi vaxtda özünün təqsirsіз olduğunu ona gətirə bilər ki, yəni mənim hansısa bir təqsirim yoxdur ki, sən məsələn mənə bu cür rəftar edirsən. Hər halda qadın mehribançılıq, mərhəmət təcəssümüdür və qadında mərhəmət hissləri, duyğuları çoxdur. Ona görə öz həyat yoldaşına nəvazişli və mehriban davranması səbəb olar ki, o öz kobud rəftarından əl çəksin. Yəni, o kobud davrandıqca siz ona diqqətli, nəvazişli və mehriban davransaz, mənə gəlir ki, yavaş-yavaş o da öz o kobud rəftarından bir növ öz-özlüyündə utanmış olar və yavaş-yavaş öz-özlüyündə qərar verir ki, mən bu rəftardan çəkinim. Növbəti bir sual, əgər xanım aylıq xəstədirsə, cümə günü giribsə, o xəstə olduğu halda cümə qusulu verə bilər? Xeyr. Yəni, o mənasızdır, çünki o cümə qusulu batil qusul kimi sayılacaq. Xəstəliklə əlaqədar boğazdan gələn az miqdarda qan dəstəmazı pozur? Xeyr. Dəstəmazı pozan yalnız 6-7 şeydir ki, risalələrə baxsaz görəcəksiniz. Həzrət Əli əleyhissalam evlənəndə onun neçə yaşı vardı? Bir də Həzrət Əli əleyhissalam xanım Zəhradan neçə yaş böyük idi? Həzrət Fatimə Zəhra xanımın evlənəndə 9-10 yaşı var idi, yəni 9 yaşı keçmişdi, həddi buluğa çatmışdı. Deməli, Həzrət Əli əleyhissalamın isə 23-24 yaşı var idi, bax belə. İnsan dua ilə taleyini, gələcəyini dəyişə bilərmi? Bəli, elə dua bunun üçündür və duanın insan təqdirində, gələcəyində və taleyində ümumiyyətlə böyük rolu var. Növbəti bir sual, deməli, qadın cümə namazını evdə qıla bilərmi? Xeyr, çünki cümə namazında vacibi şərtlər var ki, ən azı 5 nəfərlə olmalıdır. O sadəcə evində öz zöhr əsr namazlarını qıla bilər cümə günü. Gecə namazını 11 rəkat qıla bilmirəmsə, çətinlik çəkirəmsə, gecə namazı niyyəti ilə onu 2 rəkat qıla bilərəm? Bəli, heç bir eybi yoxdur.
Amma o əsl 11 rəkət ki, gecə namazı sayılacaq, o gecə namazının savabına çata bilməyəcəksiniz. Hər halda 11 rəkət 5 dənə 2 rəkət namazla qılınır. Eybi yoxdur. Siz məsələn bacarırsınız 2 rəkət qılın. 2 dəfə 2 rəkət qılın. Yəni 11 rəkətdən nə bacarırsınızsa qıla bilsəz, bu da insan üçün bir qənimətdir. O 11 rəkətin savabı hər halda 11 rəkətdir. Növbəti bir sual, deməli, İnsan içərisində şeytan güclü vəsvəsə edirsə və ona pis fikirlər gətirirsə, amma o bilir ki, o yox, içindəki şeytan deyir. Belə olanda insana günah sayılmır, xeyr, günah sayılmır. Nə qədər ki, insan deməli, günah fikrini həyata keçirmirsə, ona günah deyil. Amma hər halda o fikirlərinin özünün də bir Allah yanında sorğu-sualı var ki, insan niyə görə bu düşüncələrini, fikirlərini pis-pis, haram məsələn şeylərə ayırır və ancaq düşüncələrini o cür şeylərlə məşğul eləyir. Hər halda insana o şər'i günah sayılmır. Ramin Qarayev sual verir ki, səcdədə şəkk etdim, 1 və ya 2 səcdə olduğunu aid edə bilmədim. Yenidən bir səcdə etdim. Namazı bitirdim. Bu halda namaz düzdür? Bəli. Ümumiyyətlə səcdədə şəkk etdikdə nə etməliyik? Bəli, əgər insan səcdədə şəkk edir ki, görəsən birinci deməli 1-dir yoxsa 2, 1 də eləməlidir. Necə ki siz eləmisiniz. Amma yox, insan şəkk edirsə, görəsən bu 2-dir yoxsa 3, orada artıq insan əlavə səcdə etməməlidir. Elə deməlidir ki, inşallah 2-dir. 1 ilə 2-də gərək bir dənə səcdə eləyəsən əlavə. Yəni namazı davam elətdirmək şərti ilə də. Amma yox, 2 ilə 3-dürsə, yəni əlavə səcdə eləməyəcəksən. Elə o mövcud səcdə ilə kifayətlənəcəksən. Növbəti bir sual, inşallah gələcəkdə övlad sahibi olmağa Allah qismət etsə, Allahın adlarından olan Ən-Nur adından Nur sadəcə qoysam, imam və Peyğəmbər adları kimi xeyirli bir təsir qoyacaqmı uşaqda? Bəli, insanın boynunda bir haqdır ki, uşağa gözəl ad qoysun. Allahın adlarından yox, məsələn, Rəhman, Rəhim də qoya bilər. Bunun eybi yoxdur. Allah qoya bilməz, ilah qoya bilməz, ilahə qoya bilməz. Amma dediyim Rəhman, Rəhim, Rauf, bax bu kimi adlardan qoya bilər və yaxşı olar ki, böyrünə əbd kəlməsi artırılsa ki, məsələn, Əbdülrəhim, Əbdülməlik, Əbdülrəhman, bunun da heç bir eybi yoxdur. Yəni, Rəhmanın qulu mənası bu olacaq. Əbdullah, məsələn, Allahın qulu. Amma bəzi insanlar deyirlər ki, xeyr, əbd artırılması vacibdir. Əbd artırılmaq vacib deyil. Yəni, olsa eybi yoxdur, yaxşı olar. Amma olmasa, məsələn, Rəhim qoysa, Rəhman qoysa, bunun da heç bir eybi yoxdur. Çünki Allahın sifətidir. Əsl ləfz-i cəlalə ki, deyirlər Allahın əsl adı Allahdır, ilahdır, onu qoymaq olmaz. İstər qız uşağı olsun ki, adətən ilahə qoyurlar ki, orada müənnəs olduğuna görə, qadın cinsində olduğuna görə bir tə hərfi artırırlar böyrünə. İstər ilah olsun ki, kişi cinsində fərqi yoxdur. İstərsə də Allah sözünün özü olsun. Bu adlardan başqa Allahın digər sifətlərindən qoymaq heç bir eybi yoxdur. Böyrünə əbd sözü də artırıla bilər, daha doğrusu qabağına. Əbd sözü artırılmadan da olsa, ən yaxşısı isə Peyğəmbərlərin və məsum imamlarımızın adlarındandır. Zöhr və əsr namazının yerin dəyişik qılınsa batildir. Bəli, bilə-bilə olsa batildir. Namaz qılmayan sonra da, amma səhvən olsa, eybi yoxdur onun. Bilə-bilə olsa batil sayılır. Namaz qılmayan sonradan namaz qılan adamın da qəzası olur. Yoxsa namaz qılıb sonra qılmayıb, ona qəza düşür. Ümumiyyətlə 15 yaşdan keçdi insan, arada məsələn qılan da olsa, qılmayan da olsa, arada hansısa namazı qılmadısa o qəza qalır boynunda, onu qılmalıdır. Üstünə xums gəlmiş paltarın xumsunu kimlərə verə bilərəm? Ümumiyyətlə xums təqlid etdiyiniz müştehidə verilməlidir və yaxud da onun icazəsi ilə, onun naibinin, nümayəndəliyinin icazəsi ilə yarısı kasıb seyidlərə, yarısı da imam malı kimi dini təbliğata ayrılmalıdır və verilməlidir. 14 məsumdan Tibbinamə Azərbaycan dilində kitabında İmam Sadıq əleyhissalam buyurub ki, səhərlər pendir yemək məkruhdur, axşamlar isə pendiri qozla yemək faydalıdır. Səhərlər pendir yemək olarmı? Bu hədis səhihdirmi? Məkruh deyir. Məkruhdur ki, bəyənilmir. O demək deyir ki, haramdır. Birdən eləsən günah sayılar. Məkruhdur. Çəkinsən yaxşı olar. Bəli, hədis var. Belə bir hədis var.
Gecə namazında bütün rəkətlərdə Fatihə və İxlas surələrini oxumaq olar. Məsələn, fitr namazında 3 İxlas, 1 Fələq, 1 Nas surələrin də 5 dəfə İxlas demək olar. Xeyr, oradakı deyilib 3 İxlas, 1 Fələq, 1 Nas o cür deyilməlidir. Əgər bir Qur'anı yarıya qədər oxumuşamsa, bunu tez vacib tapşırmalıyamsa, onu 15-ci cüzdən tapşırmaq ümumiyyətlə vacib deyil. Belə bir şey ümumiyyətlə anlayış dinimizdə də yoxdur. Oxumusan, sadəcə öz-özlüyündə deyəcəksən ki, bunu hədiyyə edirəm filan kəslərin ruhuna, ölənlərin ruhuna, o cür kifayət edir. Tapşırmaq ümumiyyətlə belə bir anlayış dinimizdə yoxdur və vacib də deyil. Bibi oğlu ilə day qızı ailə qura bilər. Bəli, bunun da heç bir eybi yoxdur, çünki bir-birlərindən naməhrəm sayılırlar. Züleyxa Mənsumova sual verir ki, mən günorta namazının dəstəmazını alıram, günorta namazımı qılıram. Sonra həmin dəstəmazla ikindini qılıram. Bəli, bunun da heç bir eybi yoxdur, düzdür namazlarımız. Ümumiyyətlə dəstəmaz alanda yaxşı olar ki, niyyətimiz bu olsun ki, bu olmasın ki, məsələn, mən namaz qılmaq üçün dəstəmaz alıram. Elə dəstəmaz alıram qürbətən ilallah. Bu niyyətlə dəstəmaz alsaq, onu ilə dəstəmazla şərtlənən hər bir işi, bütün namazları, başqa işləri də, məsələn, Quran xəttinə əl vurmaq kimi, başqa işləri də görmək olar. Növbəti bir sual, mən əməliyyat olmuşam, buna baxmayaraq vacib namazları yerdə qılıram. Amma hədiyyə, qəza namazlarımı stolda qılıram. Əgər ayaq üstə dayana bilmirsinizsə, oturan halda, ya stolda ya da yerdə, onun fərqi yoxdur. Qılırsınızsa, burada hədiyyə namazı, vacib namaz, qeyri-vacib namaz, ümumiyyətlə ayaq üstə dayana bilmədiyiniz halda, oturan halda istənilən namazı qıla bilərsiniz. Mən bu il 30 günün heç bir günün orucunu tuta bilməmişəm. Fəhlə işləyirdim, qorxdum, taqətim çatmaz. Bəs necə edim? İndi qəzasını tutsam üstümdən götürülür? Bəli, üstünüzdən götürülür. Sadəcə qəza tutsaz, üstünüzdən götürülür. Amma bir şərti var. O şərt də budur ki, siz fəhlə işlədiyiniz vaxtı oruç tutmalıydınız. Əgər oruç tutduğunuz halda taqətdən o qədər gedəsiz ki, həyatınız üçün, canınız üçün təhlükə ola, onda orucunuzu sındırmalıydınız. Amma yox, sadəcə mənim işim ağırdır, mən oruç tutmamışam ki, işim ağırdır, taqətdən gedərəm. Nə bilirsiniz, bəlkə taqətə gələcəksiniz. Ona görə, əgər bu hal olubsa, yəni fəhlə işlədiyiniz təqdirdə oruç tutmalıydınız, bilə-bilə tutmamısınızsa, onda kəffarə də verməlisiniz. Hər gün üçün 60 nəfər fəqirə, hərəsinə 1 kilo, minimum 750 qram buğda, un, düyü, bu kimi qida məhsullarından alıb verməlisiniz. Hər günə görə 60 nəfərə. Yenə də təkrar edirəm. Əgər həqiqətən də tutmusunuzsa, görmüsünüz, taqətdən getmişsiniz və açmısınızsa, məcbur qalıb açmısınızsa, canınız üçün təhlükə olmasın deyə, bu başqa məsələ. Yəni, hər halda biraz diqqətli olmaq lazımdır. Növbəti bir sual, mən Bakıda yaşasam da doğma məskənim Naxçıvandır, amma daha orada uzun müddətli olmayacağam. İldə 2 dəfə 15 və 30 günlük gedəcəyim. Mənim Bakıda və Naxçıvanda olduğum zaman namaz və orucumun hökmü nədir? Siz, deməli, əgər Naxçıvanda doğulub boya başa çatmışsınızsa, orası sizin vətəninizdir və oradan çıxanda vətənlikdən imtina etməmişsinizsə, yenə vətən olaraq sizə qalır, orada namazlarınızı bütöv qılacaqsınız, neçə gün, ildə neçə dəfə getməyi bizdən asılı olmayaraq. Və Bakıda da yaşayırsınızsa, yəni ümumiyyətlə mən belə başa düşürəm ki, sizin əgər belədirsə, bu cür eləyəcəksiniz. 2 dənə vətəniniz var. Bir doğulub boya başa çatdığınız vətən Naxçıvan, bir də Bakı ki, hansı ki, özünüzə məskən seçib orada yaşayırsınızsa. Orada da, burada da namazlarınız bütövdür. Amma yox, Bakını müvəqqəti olaraq vətən kimi seçməmişsinizsə özünüzə, ildə 1-2 dəfə gəlib qalırsınızsa, 5-10 gün qalıb gedirsinizsə, bu artıq vətən deyil. Burada namazlar qəsrdir. Və yaxud da Bakını məskən kimi seçmişsiniz özünüzə, daimi yaşayış yeri. Orası sizin vətəninizdir. Naxçıvanda doğulub boya başa çatmağınıza baxmayaraq, oradan çıxanda siz artıq vətənlikdən imtina eləmişsiniz oradan. Yəni öz-özlüyünüzdə qərar vermişsiniz ki, mən Naxçıvan vətənim deyil. Mən gəldim Bakıda özümə məskən seçirəm, mənim əsl vətənim bundan sonra bura olacaq. Onda belə Naxçıvan sizə qəsr olacaq. Quranda Bismillahsız surə var. Bunun açıqlamasının niyə belə olduğunu izah edərdiniz. Bəli, Tövbə surəsidir. Orada qəzəblə
Allah Taala o ayələri nazil edəndə Tövbə surəsinin ilk 4-5 ayəsini nazil edəndə ki, bəraət deyirlər, bəraətun minallah, müşriklərdən artıq bezarlıq, Allaha şərik qoşanlardan bezarlıq mənasında. Çünki o Tövbə surəsinin ikinci adı Bəraət surəsidir. Bezarlıq var deyə müşriklərdən. Ona görə qəzəb halında o surədə Bismillahirrahmanirrahim yoxdur. Yağış namazı necə qılınır? Onun adına istisqa namazı deyirlər. Və o istisqa namazı da 2 rəkətdir. Orada, yəni indi hal-hazırda mənim zehnimdə yoxdur. Amma ümumiyyətlə orada namaz müstəhəbbi namazdır və cəmaatla bir yerdə qılınır. İnşallah gələn verilişlərdə mən onun dəqiq məlumatını sizə deyərəm. İmam Hüseynin hansı qızı Həzrəti Qasımlə nişanlı olub və ya evli, rovzələrdə eşitmişəm. Bəli, burada bir çox tədqiqatçı alimlər deyirlər ki, o Həzrəti Qasım olmayıb. O Həsən-i Müsənna olub. Həzrəti İmam Həsən əleyhissalamın Həsən adında ikinci Həsən deyiblər ki, sonradan da sağ qalıb, o şəhid olmayıb, yaralı olub və yaralı şəkildə sonradan həyatını davam elətdirib. Hər halda deyirlər ki, İmam Hüseyn əleyhissalamın qızlarının biri Həzrəti Qasım yox, Həsən-i Müsənna ilə nişanlı olublar, evli olublar, yəni təzə evləniblər. Və yaxud da nişanlı olublar ki, İmam Hüseyn əleyhissalam onun əqdin. Ya da ki, Həzrəti Qasımlə İmam Hüseyn əleyhissalamın başqa qızları, yəni qızlarından biri əqd oxunub, o da İmam Həsən əleyhissalamın vəsiyyəti olub ki, yəni qızlarından biri ilə mənim övladlarımın birinin kəbinini kəsib onları evləndirəsən. Hər halda ən məşhur tədqiqatçı alimlərin fikri budur ki, Həzrəti Qasım yox, Həsən-i Müsənna adında İmam Həsən ağanın oğlu ilə İmam Hüseyn əleyhissalamın qızlarından biri, Fatimə adlı qızlarından biri, deməli, onlar əqd oxunub aralarında. Hər halda Həzrəti Qasımı da deyənlər var ki, Həzrəti Qasımla ağanın qızlarının birinin arasında belə bir əqd olub. Cənabət quslu alarkən dəstəmazı pozan bir hadisə baş versə, əgər qusula yenidən niyyət edib təzədən başlamaq lazımdır, yoxsa qaldığımız yerdən davam etdirmək olar? 2 cürdür. O cür də eləyə bilərsiniz, əvvəldən də başlaya bilərsiniz, qaldığımız yerdən də davam elətdirib, amma növbəti namaz üçün gərək deməli, dəstəmaz alasınız. Çünki cənabət quslundan sonra adətən yox, qayda belədir. Dəstəmaz alınmır və alınmamalıdır. Amma belə bir hal baş versə, o zaman siz quslunuzu davam elətdirib, başdan başlaya da bilərsiniz, davam elətdirib, deməli, quslu tamamladıqdan sonra namazlarınız üçün bir dənə dəstəmaz hökmən alınmalıdır. Növbəti axırıncı sual, naməhrəmə Quran dərsi keçmək olarmı? Əgər hər hansı bir fəsad baş verməyəcəksə və orada əlavə şagirdlər də varsa, yəni tək deyilsə, bunun heç bir eybi yoxdur. Əsas odur ki, orada hansısa bir fəsad baş verməsin. Vəssalamu aleykum və rəhmətullah.